taksistləri də qınamaq olmur. Çünki avtobus zolağına çıxa bilmir. Bu nəqliyyatdır. Parkovkası yoxdur. Düşürür 80 manat 2 bal. Bugünkü gün bu taksi şirkətləri artıq 25% götürürlər və taksi sürücüləri bu münasibətin qurbanına çevriliblər. Çünki əziyyət çəkən taksi şoförü, maşınlar dağılır, nə bilim benzin vurulur, cərimələr gəlir, parkovka yoxdur. Sən Türkiyədə vahid taksi sistemi var. Bu sistem səncə bu model Azərbaycanda nə qədər işləyə bilər və nə qədər uğurlu ola bilər? 40%-dan çox insan taksidən ictimai nəqliyyat kimi istifadə edir. Bir səfər 10-15 manat olacaqsa, artıq 800 manata ibtidai sinif müəlliməsi işləyən xanım istəsə də ondan getməyəcək. Müştəri oturduğundan bəri artıq başlayır deyinməyə, gileylənir ki, məsələn qiymətlər çox ucuzdur, koeffisient çox aşağı idi. Mən bu yol bu qiymətə getmək istəmirəm. Müştəri var ki, 5 manatlıq yol gedir. Oturub xırdalanda həyət evində, dalanlarda. Bir oradan gəl bura, buradan gəl bura. Bu taksist bunu 5 manata aparıb 20 yanvarda avtovağzalda düşürəcək. Bu bundan elə bil ki, şəxsi sürücüsü kimi davranır. Regionlarda da işsizliyi nəzərə alaraqdan çox adam axın edir Bakıya və Bakıya gələn kimi dirək taksini sürüb əsas məsələ gündəlik bizon pulunu, siqaret pulunu, nə bilim, çörək pulunu çıxardacaq. Amma indi taksi mühiti elədir ki, mən inanmıram ki, kimsə taksi işləyərək zövq alsın. İnandırım ki, hər hansı bir iş təklifi olsa, maşını qaraja təhvil verər, lisenziyasından sağollaşar və taksi işi ilə ömürlük vidalaşar. Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. Bakı reallığındasınız. Mən İdris sizləri salamlayıram və görək bugün Cahal bizə nə deyir? Xoş gördük Cahal. Xoş gördük İdris. Nə edirik bugün? Bugün nəyi xırdalıyırıq? Mövzunun adı maraqlı bir dənə ad qoymuşam. Aç, qafiyə. Avtomobilə sitayiş. Avtomobil. Avtobabalar. Anar Nağılbazın qəşəng bir sözü var idi. Deyir, Allah rəhmət eləsin ona, fərqi yoxdur 07-dir ya Ford, tək-tək dostlardan yaranar veliki narod. Yəni biz maşına əslində doğrudan da çox böyük fikir veririk. Və maşın, yəni ola bilər bu bizdə genetikdir də. Vaxtı ikən bəylərin dövründə at olubdu da, deyiblər ki, bu at. Yəni Türk tayfaları ümumiyyətlə bizim əcdadlarımız qunlar olublar da. Çinlilər məcbur olublar Çin səddini kəssinlər ki, tiksinlər ki, Hunlar onlara hücum eləməsinlər. Oradan da sonra yavaş-yavaş atlara minib gəlib inşallah bu doğma torpaqlarımızda kök məskən salmışıq. Buyur. Elə ilk sual belə olsun ki, Azərbaycanda ümumiyyətlə nə qədər adam maşını öz ehtiyacı üçün alır, nə qədər isə görüntü üçün. Yəni niyə avtomobili bir cəmiyyət olaraq sosial status və kimlik halına dönüşdürmüşük? Məsələn, bizim öz məhəlləmizdə bir ailə var ki, məsələn, 4 avtomobillər var, sağlıqlarına qismət əlbəttə ki, orada heç bir deyinəcəyim bir şey yoxdur. Sadəcə məsələn sual verəndə ki, təkərin sadə arada partladıb eləyirik ki, sual verəndə ki, məsələn, bu 4 avtomobilə nə ehtiyac vardı? Evdə 4 nəfərsiz. İndi 4 nəfərdən nə bilim, yəni 2 məsələn avtomobil olsa kifayət eləyir də. Zaten Azərbaycandakı hal-hazırda Bakıdakı ən azından tıxacların səbəbi odur ki, demək olar hər bir ailə üzvünün bir maşın avtomobili olmalıdır. Bildirəndə ki, məsələn nə üçün? Deyir, qardaş, mən nə edim deyir, aşağı qonşuda deyir 3 dənə də. O qədər deyir ki, qonşudan qalmadalar. Mənim fikrimcə bu bir travmadır. Çünki əgər Amerikada artıq 90'larda avtomobil bir nəqliyyat idi. Biz avtomobilə nəqliyyat kimi münasibət bəsləməmişik də. Mən uşaqlığımı xatırlayıram. Bizim həmişə maşınımız olubdu. Hətta 80-ci ilin axırında bizim 2 avtomobilimiz olubdu. Bir dənə Moskviç 412, bir dənə də Vaz 2106 markalı maşınımız olubdu. O vaxt üçün biz belə çox belə imkanlı təəssürat bağışlayırdıq qıraqdan ki, bunların 2 maşını var. Əmimin Qaz 2110 Volgası var idi. O da yəni rayona gedəndə belə heç o maşını o qədər də sürmürdü. Belə o ceyran kimi dururdu və bəzən elə o maşına baxıb aldığı zövq nəyə istəyirsən deyərdi. Maşın ola bilər ki, əl çatmaz olubdu.
Mən məktəbdə oxuyanda mənim 07 arzum olubdu və o dövrlərdə xatırlayırsansa maşınların nə bilim disk təkərini yığırdılar, pioner maqnitofon qoyurdular, arxa şüşələrini plonkalayırdılar. Yəni bu yalnız nəqliyyat növü deyil idi. Bu çayxanaya gedəndə dostlar deyəndə ki, diskləri dəyişdin, bir dənə çıxaq baxaq, bombadır, təkərləri də enləndirdin. Artıq bu bir avtomobildən daha böyükdür, daha çoxdur və mən fikir verirəm Rusiyada da bu faktor var, nə bilim Ukraynada da bu faktor var idi. Hətta indi Amerikanlılar öz leş auksion maşınlarını bizə satışa çıxartmaq şansını verəndən sonra elə nə gəldi alıb gətirirdilər. Aşmış, nə bilim o suda batmış, yanmış Range Rover'ləri, nə bilim o F10'ları hamısını alıb gətirirdilər. İki maşından bir dənə yığırdılar. Fərqi yoxdur, o maşının içi nətəridir. Maşın 120 ilə gedəndə iki hissəyə bölünə bilər. Əsas odur ki, mən F10 sürürəm. Əsas odur ki, mənim maşınım var və qıraqdan görərək deyəcəklər ki, bu BMW sürür. Bir ailənin deyək ki, bir off-roadu var, bu indi məsələn də bir də sedan avtomobili var ki, məsələn biri şəhər daxili üçün istifadə edir, birində deyək ki, məsələn dağlıq ərazilərə tez-tez yol düşür. Bu məqsəd yönlü şəkildə istifadə edir, yəni funksionallıq. Bir də var ki, görüntü üçün, zaten mövzuya değindik. Şəhərdə kifayət qədər məncə infrastruktur var ki, məsələn nəqliyyat vasitələri var. Metrosu var, avtobusu var, Metroya nə vaxt binmisən axırıncı dəfə? Dünən. Dünən binmisən, hə? Yox, mən metronu sevirəm. Niyə görə? Doğrudan da məsələn 20 yanvardan nə bilim içəri şəhərə başqa bir nəqliyyat vasitəsi ilə daha uzun bir yol gedə bilirsən. Mən metroya axırıncı dəfə binmişəm bu Fidan xanımın ictimai televiziyada yeraltı verilişində. Ondan sonra fikirləşdim ki, ailə buradan gəncliyə gəlirəm, bəlkə metro ilə gedim. Və o sıxlıq məni hardasa narahat elədi. Çox, yəni metro biraz sıxdır. Yox, mən də tələbəlik dövründə məktəbə də, universitetə də metro ilə gedib gəlmişəm və o metro saxlayırdı, yəni metronun təkəri buraxdı. Yəni o məqamda insan xəyallarla yaşayırdı ki, bir dənə maşınım olsaydı mənim bu ictimai nəqliyyatdan canım qutarardı. Amma Ukraynada mən metrodan çox istifadə eləmişəm, ictimai nəqliyyatdan çox istifadə eləmişəm. İndi bizdə bu infrastruktur haradasa başlayır reysə oturmağa, artıq bu ictimai avtobus yazır ki, nə bilim 15 dəqiqədən bir gəlir, 16-17 dəqiqədən olsa da sonra gəlir. Yoxdur, avtobusun öz yolu var, nə bilim metro deyim kimi də yeraltı nəqliyyat növüdür. Maşın komfortdan əlavə indi məqsəd yönlü istifadəsindən söhbət gedir də. Məsələn, səhər işə gedirsən. Saat 8-də deyək ki, evdən çıxırsan, saat 9-da işdə olmalısan. Məsələn, standart bu 9-6 qrafiki ilə nəzərə alaq. Yəni saat 8-də çıxırsan, bilirsən ki, zaten tıxacdasan. Yəni bunu bu saatda sürmək nə məcburdur ki? Adam da deyir ki, mən komfortuma görə almışam ki, mən işə avtomobillə gedim, amma inandırım ki, sənin onun 50% ilə şuur altında bir də bir görüntüsü üçün var. Ya deməyə çalışdığım budur ki, məsələn mənim də avtomobilə doğrudan da elə bir marağım yoxdur. Sabah bir gün mən avtomobil alsam, mən günün o çast pik deyilən saatlarında, sıxlıq olan saatlarında deyil də. Məsələn, axşam nə bilim, ailəmi deyək ki, şəhərə çıxartmaq üçün və yaxud da sabah bir gün məsələn rayona getmək üçün və yaxud da dənizə getmək üçün, yəni məqsəd yönlü anlardan ancaq istifadə eləməyi düşünərəm. Amma bizdə məsələ ondadır ki, bax bu bəhs müqayisə yenə də gəlirəm psixologiyası olduğu üçün də. İnsan deyir ki, yox qardaş, niyə o birisi məsələn deyirsən ki, sən işə getmədə, yaxşı qoy o birisi avtomobillə işə getsin. Deyir, yox, niyə o birisi getməsin, mən gedim. Qoy o getsin. Deyə. Bütün dünya ölkələrində olan bir problemdir. Bugünkü gün iri şəhərlərin hamısında tıxac problemi var. Bəzi ölkələrdə elə eləyiblər ki, cüt və ya tək nömrəli maşınlar həftənin bir günü cüt nömrəli maşınlarla çıxa bilirsən, bir günü tək nömrəli maşınlarla çıxa bilirsən. Bəziləri Azərbaycanda da indi tətbiq olunacaq tıxac vergisi. Əgər sən şəhərin mərkəzinə girib boş vaxtı trafik yaradacaqsansa, onda bunun da ödənişini edəcəksən. Mənim ümumiyyətlə bu tıxacların aradan qaldırmaqla bağlı o qədər də populyar olmayan fikrim var, amma səmimi olaraq bunu deyəcəm. Bunun bir neçə çıxış yolu var, insanların xoşuna gəlməyəcək, amma həqiqət bir çox hallarda insanlar tərəfindən sevilmir. Bizim avtobus zolaqlarımız var. Amerikada, yəni yenidən velosiped icad eləmək lazım deyil. Amerika Birləşmiş Ştatlarında əgər maşında bir nəfər tıxacda gedirsə, o hamı ilə bərabər o maşın üçün ayrılan yolla gedir. Əgər maşında
3 və ya daha çox adam varsa, artıq bu halda sənin avtobus zolağına çıxmaq iznin var. Taksilərin də bura çıxış izni olmalıdır. Burada məntiq hardadır? Hər kəsin maşını olduğu bir dünyada, bugünkü gün maşın əlçatmaz bir vasitə deyil də, 800 manat maaş alaraq 5 aya sən necə də olsa bir nəqliyyat vasitəsi ala bilərsən. Burada məsələ nədədir? Məsələ burada bizdə indi hardasa bir 10 nəfər heyət varsa, biz işdən sonra əgər 8-ci kilometr istiqamətinə bir nəfər gedirsə və hamı bilir ki, bunlar qonşudurlar, deyir, uşaqlar, gəlin tıxacda gözləməkdənsə elə bir maşına doluşaq, 3 gün mənim maşınımdan gələr, 3 gün Zaurun maşınından gələrik, 3 gündə Elşənin maşınından. Beləliklə tıxac nisbətən azalır. Digər bir faktor, dediyim kimi, cüt və ya tək nömrələrdə sən niyə hər gün maşından gedəsən? Artıq sən burada çıxış yolu axtarmağa başlayacaqsan və üçüncü, ən xoşa gəlməz və ən populyar olmayan bir çıxış, biz qaza limitimiz var. Yəni, müəyyən qədər qaz istifadəsindən sonra sən daha yüksək tariflə ödəniş eləyirsən. Bizim işığa məhdudiyyətimiz var. Yəni, əgər aşağı tariflə istifadə edirsənsə, qənaət elə. Bizim suya limitimiz deyəsən, o da indi bu yaxınlarda qoyuldu. Əgər müəyyən həcmdən daha çox istifadə edirsənsə, o da artıqdır. Bəs, amma benzinə bizim limitimiz yoxdur. Əgər bir insan ay ərzində öz avtomobilinə 200 litrdən artıq benzin istifadə edirsə, mən təklif edirəm ki, bunun artıq benzini olsun 2 manat, 3 manat. Çünki bir adam normal işə, evə gedib gəlib istifadə edəcəksə, buna 200 litrdən artıq benzin lazım deyil. Korporativ kartlar var, şirkətlər öz əməkdaşlarına pulsuz benzin verirlər. Bunların çoxu yuxarı aşağı 200 litrdən artıq deyil. Deməli, sən əgər sabah o 200 litrdən limiti aşaraq benzinin litrinə 3 manat verəndə, sənə səbiş zəng eləyəndə ki, Cahal, dırnaq ustasından çıxıram, gəl məni götür də. Sən artıq orada səbişin dalınca qaça-qaça getməyəcəksən ki, və tıxac yaratmayacaqsan. Boş, bekar, şəhərdə fırlanan adamlar, sən nə qədər görürsən? Adamın maşını var, tələbədir, indi qəbul olduğuna görə valideynlər alıblar. Deyir, gəl oturaq, gedək biraz şəhərdə fırlanaq görək nə var. Və bu fırlanmaqlar şəhərdə boş-boşuna tıxac yaradır. Bu mövzunun digər maraqlı hissəsi məncə avtomobil markalarıdır və hər bir ölkəyə uyğun olaraq avtomobil markalarına qarşı bir sevinc və məhəbbət var. Üçüncü sualım elə bu haqdaydı ki, buyur. İnsanlar məhz yenə də bu danışdığımız funksiyonallıq məsələsi ilə bağlı ki, insanlar niyə funksiyonallıqdan daha çox brend, görünüş və prestij üzərindən olduğundan yaxşı görünmək istəyir də, olduğundan yaxşı görünmək istəyir də. Yəni təbii ki, müəyyən qədər Azərbaycanda sən bu hörməti də görürsən də ki, sən Range Rover'la gəlsən restoranın qabağına, sənə deyirlər ki, buyurun, baş üstə, gəlin burada VIP yerlər var, parkovka var. Sən amma yanacaq sərfiyyatı az olan bir avtomobillə gedəndə heç sərfiyyat az da, nəsə də, gəl Nissan Micra ilə gəlsən, div boyda adamsan, gəlsən deyirlər, yer yox da, sür buradan. Yəni artıq biz elə bir cəmiyyətdə yaşayırıq ki, sürdüyün maşından asılı olaraq qarşına çıxan insanın səninlə danışıq tonu maşının qiymətindən asılı olaraq dəyişir. Onda kimlik formalaşdırır avtomobili Azərbaycanda. Təbii, Azərbaycanda deyəndə indi kimsə də o vaxtı demirəm, o keçən əsrin əvvəlində əgər o kiminsə faytonu olanda onunla belə hörmətlə danışırdılarsa, indi də gör nə qədər adam Maybach sürür. Niyə Maybach sürürlər? Adi iş adamları və ya nə bilim hansısa bir vəzifəli şəxslər. Çünki Maybach Mercedesin ən üst qatıdır. Niyə mən səndən soruşanda nə maşın istəyirsən? Sən deyirsən, mən Bentley istəyirəm. Çünki 6.1 mühərriki var. Bentley eyni Volkswagen'in bazasında yığılan bir maşındır. Amma sözdə zarafatla deyərlər də. Deməli, içində bir istək var da, Cahal pullansın, gör necə danışır. İndi hələ sözü zarafatla deyir. Amma pullanandan sonra deyəcək, pulum var, xoşum gəlir, 6.1 motor sürmək istəyir. Ona görə bu maşın əslində statistikaya baxsaq, turbazda, doğrudan da Azərbaycanlılar maşın seçimində çox praktikdirlər. Maşını alarkən satmağı da fikirləşirlər. Yəni, hələ maşını alırsan, amma fikirləşirsən ki, sonra mən bunu neçəyə satacağım. Maşını alarkən onun ehtiyat hissələrini fikirləşirlər. Maşını alarkən onun statusunu fikirləşirlər. Maşını alarkən qiyməti də salmaq istəyirlər. Ona görə bir çox halda Amerikadan gələn leş maşınlar almaq məcburiyyətində olurlar. İndi gömrük rüsumlarına, elə digər sualım o haqdaydı ki, ümumiyyətlə gömrük rüsumları avtomobil bazarını səncə necə formalaşdırır? Bu siyasət
yerli bazarı qoruyur, yoxsa sadəcə qiymətləri süni şəkildə artırır? Biz indi Neftçalada bildiyimə görə, bir də deyəsən İmişlidə avtomobil yığırıq. Bu zavod demək böyükdür. Bu müəyyən hissələr gəlir, deyəsən o Pars İranla əməkdaşlıq var. Hal-hazırda indi Nivanı yığırlar, sonra Xəzər avtomobilləri, o da Peugeot 405-in bazasında olan bir avtomobildir. Sonra indi Chevrolet Cobalt'ları başlayıblar yığmağa. O da necə yığırlarsa, mən taksi sürücülərindən soruşuram. Deyir, Azərbaycan buraxan pisdir. Deyirəm, niyə pisdir özümüzünküdür? Deyir, o nəsə korobka ilə motorun arasında problem var. 20-25 litr benzin yiyir. Amma Özbəkistan yığan daha yaxşıdır. O vaxtı Gəncə maşınqayırma zavoduna Daewoo zavodu təkliflə gəlmişdi ki, gəlin burada biz zavodu quraq. Biz gecikdik, biz götür-qoy eləyənə qədər, fikirləşənə qədər ki, gəlsinlər, gəlməsinlər, eləsinlər, eləməsinlər. Özbəklər qabağa düşdülər, dedilər, qardaş, gəlin, işləyin, sonra nə verərsiz, verərsiz. Biz isə başladıq fikirləşməyə ki, qoy versinlər, sonra girib işləsinlər. Ona görə Koreyalılar da fikirləşdilər ki, daha gedək Özbəkistanda işləyək, daha böyük bazardır və uzun illər ərzində Özbəkistanda Damas olsun, Matiz olsun, Nexia'sı olsun buraxılırdı və yerli avtomobil bazarını qorumaq üçün yüksək vergi resumları var idi avtomobilə. Biz maşın çox buraxmırıq. Biz elementar Toyota Corolla yığmırıq. Biz nə bilim Chevrolet'nin hansısa bu əlçatan modellərini, Renault'un əlçatan modellərini yığmırıq. Biz elə bir maşın yığırıq ki, onu sadəcə dövlət idarələrinə məcburiyyət qarşısında sata bilirik və taksi sürücülərinə ilkin ödənişin az olaraq gedib kiminsə maşında işləmək seçiminin qarşılığında ver, Xəzər sürərsən. O da fikirləşir ki, bu Xəzər heç 2 ildən sonra sağ çıxmır. Ona görə bunun qarşısında bəli, vergi rüsumlarının yüksək olması adamı narahat edir. Amma əgər biz yerli bir istehsalatı qursaq, bunu da mənim fikrimcə gecikmişik. Çünki Çin avtomobil sənayesi qlobal olaraq bazarı götürübdür. Yəni biz bugünkü gün Azərbaycanda maşın yığsaq, biz onu hara satacağıq? 10 milyonluq bazara. Yəni bazarımız balacadır. Amma Rusiyada məsələ BMW-lər yığılırdı sanksiyadan öncə, Toyota'lar yığılırdı sanksiyadan öncə, Volkswagen'in zavodu var idi. Çünki 160 milyonluq ölkədir. Maşın zövqünə də gəldikdə, dünyada ən çox satılan avtomobillər belə Volkswagen'i bizdə xoşlamırlar. Niyə? Çünki biraz problematikdir. Ford'u bizdə xoşlamırlar. Niyə? Çünki problematikdir. Bizdə sevilən ilk 5 maşına nəzər salaq. Yəni praktik cəhətdən də artıq o imkan olanda bu fantaziyadan asılıdır. Mercedes, Hyundai, Kia, BMW, Toyota. Praktikliyi axtaran Yapon minimalizmlə gedir Toyota alır. Artıq biraz əlavə içində rahatçılıq axtaran adam gedir Hyundai, Kia alır. Bir də bazara qəfil gəldi Çin maşınları, onu da adamlar alıblar. İndi fikirləşirlər, mən neynədim ola? Mən bunu düz elədim, düz eləmədim. Hələ götür-qoy eləyirlər. Elə bil o euforiyadır da, elə bil alandan sonra fikirləşirsən ki, mən bunu düz elədim, mən bunu sonra kimə satacağım? Çünki Çin maşınları elə bir şirin təklif verdi ki, ilk dəfə idi ki, Azərbaycan millət nümayəndəsi maşını alaraq, mən bunu necə satacağam sualını özü üçün elə bil söndürdü də o bəndi. Başa düşdün? Çünki bəlli deyil də, sən Haval 6 almısan, qəşəng maşındır, funksionaldır, benzin sərfiyyatı azdır. Amma yaxşı, sən 2016-cı ilin Haval 6-sını 2026-cı ildə kimə satacaqsan? Turbazda 2016-nın Çin maşınını axtaran adamlar ümumiyyətlə varmı? Və ya varsa da onu ancaq ona görə axtarır ki, artıq dəyər dəyməz alsın. Gəl keçək biraz da satın alma davranışına ki, məhz avtomobil sferasındakı maşının burasına kraska dəyməyib də, bir dənə burasına dəyməyibdir. Adamlara salam olsun, yerlilərə salam göndərirəm. Deməli, məsələ nədir? Uzun müddətli kreditlə avtomobil almaq səncə nə qədər doğru seçimdir? Yəni bu maliyyə savadsızlığının nəticəsidir, yoxsa sadəcə emosional seçimdir? Bu euforiyadır da, sən bunu istəyirsən, hal-hazırda ala bilmirsən və sənin zəiflik, belə bu euforiya vəziyyətdə istəyindən istifadə edərək banklar və ya qeyri bank təşkilatları, maliyyə təşkilatları sənə pul verirlər və bunun qarşılığında təbii ki, çox yüksək
faizlər əldə edirlər. Maşının lizinqlə alınması mənim üçün məqsədyönlü deyil. Niyə? Çünki maşın il keçdikcə qiyməti də düşür. Biri var, sən ev alırsan və ya torpaq alırsan və ya obyekt alırsan və başa düşürsən ki, mən bunu bitirib qutarandan sonra bunun qiyməti də artacaq. Məsələn, mənim bu yaxınlarda dostlarımdan biri 1.500.000-ə 10 illik ipotekaya obyekt götürdü. Deyirəm, nə yaxşı, sən 40 yaşın var, 43 yaşı var da, 53 yaşına qədər sən bu qədər da, yəni 10.000 ya 12.000 aylıq ödəniş eləməlidir da, bu qədər pul ödəyəcəksən ki, bu obyekt sənin olsun. Deyir, əslində düz deyirsən, amma bu mənim həyatımın ən son atışıdır. O mənada ki, mən bu əziyyəti çəkəcəm 10 il ərzində. 10 ildən sonra bu obyektin artıq qiyməti milyon yarım yox, 3-4 milyon olacaq. Və ondan sonra mən düşünmədən rahat öz həyatımı davam etdirəcəm. 53-dən sonra artıq işləməyəcəm, özüm üçün zövq alaraq yaşayacam. Burada məntiq var. Amma əgər sən, nə bilim, bugünkü gün elə ən çox istənilən Maybach avtomobili 500.000-dirsə, sən 500.000-lik maşını lizinqə salırsan, nəticədə buna 800.000 verirsən və 5 ildən sonra bu avtomobilin qiyməti 100.000-dir. Burada mən məntiq görmürəm. Bəs səncə ən məntiqli alınması 5 avtomobil hansıdır? Biz qiymət, keyfiyyət baxımından düşünürüksə, məncə elə bizim avtomobil təcrübəsi olan insanlar kifayət qədər ağıllıdır və yenə deyirəm, Turbazın reytinqində ən çox satılan avtomobil bu Hyundai'dır. İstər Sonatası olsun, ən belə məşhur modellərdən, istər Santa Fe'si olsun, Accent olsun, Elantra'sı olsun. Bu Kia modelləridir, ən populyar istənilən modelləri. Kia K5 olsun, K7 olsun, K3 olsun, eyni zamanda Sorento olsun. Bu artıq Mercedes məncə əvvəlki dözümlüyü deyil, sadəcə status satır. Çünki Mercedes əvvəllər gec-gec model cərgəsini təzələyirdi və sən bilirdin ki, mən maşın almışam və 5 il bu boyda pulun qarşılığında dəbdəyəm. Hazırda çoxlu sayda elektronikası var, adi təkərdə problem olanda ekranda işıq yanır. Bunun peşəkar ustalarının qarajlarda olma problemi var. Ona görə üçüncü də yəqin ki, Toyota olar. Toyota'nın çox dözümlü maşındır. Amma bunun qarşısında çox sadədir. Hətta RAV4, sən o boyda pul maşını ödəyirsən, amma içində harasa gedərkən hər dəqiqə öz ucuzluğunu hiss edirsən. Toyota'nın Camry'si, RAV4'ü, Corolla'sı, yəni bu 3 dənə alarkən profilaktoriyada vaxt keçirməyəcəyiniz və satarkən də problem yaşamayacağınız avtomobillərdir. Digər 4-cü, 5-ci yeri artıq yəqin ki, yenə də ənənəvi olaraq Mercedes, BMW-yə ayıra bilərik, amma dünyada BMW salondan çıxandan sonra ilk 5 il ərzində ən çox qiyməti düşən 5 avtomobillərdən biridir. Bunu indi Azərbaycanda sevirlər, bu da indi bir seçimdir. Amma mənim fikrimcə 4-cü, 5-ci yeri də biz verə bilərik Çin avtomobillərinə. Çin avtomobillərdən 4-cü yerdə çox rahat özünü doğrultmuş BYD avtomobillər ola bilər. Çünki onlar eksport üçün nəzərdə tutulubdur. Məsələn, digər avtomobilləri sındırırlar, dilini dəyişirlər, sim kartı nətərsə söndürürlər ki, problem olmasın. Yəni, bu maşınları Çin demping eləyərək öz daxili bazarında satmaq üçün buraxıb. Bizimkilər orada Çinliyin adını alır, gətirir bura, sabah maşında problem olur, ustası yoxdur. Sabah Çin istəsə bir düymə ilə bütün bu maşınları söndürə bilər. Eksporta satmaq marağında olduğu avtomobil BYD olduğuna görə Çin avtomobili barədə düşünən insan məncə əgər artıq fikri qətiyyətlidirsə BYD-yə nəzər salmalıdır. 5-ci yerdə də yaxşı qiymət və keyfiyyət olan maşınlardan yəqin ki, mən yenə də Yaponlara verərdim bu yeri. Mitsubishi avtomobilləri kifayət qədər dözümlüdür, yaxşıdır, zamanın sınağından çıxmış avtomobildir və Toyota'ya nisbətən həm salonu daha adam salonuna, yəni daha rahatdır, daha materiallar belə irgənc deyil, həm də ki, qiyməti daha ucuzdur. Bəs alıb peşman ola biləcəyimiz 5 avtomobil? Ən mənasız, peşmançılıq yaradan ən pis avtomobil mənim fikrimcə Range Rover'dır. Çünki Range Rover'ın qiymət düşməsinə siz baxsaz, burada 5 il ərzində
70-80%-dan söhbət gedə bilər. Yəni maşın hətta orada o Discovery komplektasiyası oldusa, yəni bu maşın elə bil ki problemdir də. Onun pnevma podveskasından müəyyən modellərində problem var idi. Range Rover'ın bəzi modellərində dizil val dağılırdı. Yəni bu maşını alan adam özünə status alır, amma problem alır. Satış problemidir, profilaktoriya problemidir, usta problemidir, ehtiyat hissələrinin bahalığıdır və əgər məndən soruşsaz hansı maşını qətiyyən almaq olmaz, mən sizə deyərəm ki, Range Rover ən problematik, ən mənasız, statusdan başqa maşın sənə heç nə vermir. İkinci yerdə yəqin ki, ola bilər Subaru. Subaru çox gözəl maşındır, çox belə deyək də, tarixi olan Yapon maşınlarının bir estetik gözü sayılır, tərz olaraq, ideya olaraq. Amma Subaru'nun salondan çıxandan sonra qiymətinin düşməsi, bu da bir rekord statistikadadır və ehtiyat hissələri o qədər bahadır ki. Yəni əgər sadəcə maraqlanın, indi bəzi halda işlənmiş maşınlara baxanda görə bilərsiniz ki, Subaru yaxşı təklif olunur. Çünki onun adi ehtiyat hissələrinə baxsaz, yəni nakladkası olsun, filtr olsun, nə bilim nə isə, fantastik baha qiymətə gəlib çıxır. Üçüncü, Azərbaycana uyğun olmayan məncə Volkswagen avtomobilləridir. Sən baxırsan ki, Volkswagen avtomobillərinin problemi var, amma bu problemini həll edən insanlar yoxdur və maşının satışı da böyük bir problemlə üzləşir. Dördüncü yerdə yenə də Ford Chevrolet deyə bilərik 4-5. Ford Chevrolet də ola bilər. Hardasa razılaşaram. Çünki Chevrolet Cruzlar gəldi küllü miqdarda. İnsanların əlində qalıbdı. Sata bilmir, bilmir neynəsin. Dizayn xoşuna gəldi. Qiymət düşündü ki... Toya 10 nəfər usta çağırırlar da Cruz sürəndən. Yəni o maşının motoru qızdırır da. Yəni o maşının konkret olaraq motor problemi var. İndi bilmirəm, zavod onu fikirləşibmi, qəsdənmi eləyiblər və son zamanlar bu iri maşın istehsalçıları maşınları elə bil 5 illik buraxırlar. Yəni 5 ildən sonra bu maşın artıq istəyir ki, satasan yeni maşın alasan. Və Avropada, Amerikada leasinglərlə, o maaşlarla təbii ki, insan maşın alanda elə 5 illik alır. Biz o artıq o 5 ildən sonra o maşınla sağollaşanda gətirib başına döyəşləyə hələ bir 15 ildə sürmək istəyirik. Ona görə də maşın deyir, ala bəsdir də əl çəkməndən yoruldum. Eyniliklə də Ford Fusionlar. Həddindən artıq çox gətirdik. Suda batmış Fusion. Və sonda da məyus olduq. O maşınları da qardaş olaraq qalıbdı indi. Deyirik ki, nə verərsən, verərsən. Avtomobil mövzusundan danışmışkən istərdim ki, biraz da taksilərdən danışaq, taksi sürücülərindən, taksilərdən ümumiyyətlə ölkədə keçmiş vaxtlarda şaxmat taksilər daha məşhur idisə, sadəcə belə deyək də öz aralarında bir qiymət anlaşması olursa, indi artıq şirkətlər falan girib dövrəyə. İstərdim ilk öncə soruşum ki, bu biznes məqsədi ilə yerli bazara daxil olan əsasən də Çin avtomobilləri, bir ara Priuslar idi, artıq hal-hazırda daha çox BYD-lər və Changan markalar avtomobilləridir. Bu yerli avtomobil sferasına səncə necə təsir elədi? Yox, bu bir biznesdir da. Yenə deyirəm, Saakashvilinin çox gözəl sözü var. Hər hansı bir sahəni inkişaf elətdirmək istəyirsinizsə, oradan dövlətin nəzarəti gərək götürülsün və bu sahə bazar tələb təklif münasibəti ilə özü inkişaf etsin. Azərbaycanda taksilər əvvəl necə idi? Yolun qırağında istənilən 07 ilə, 06 ilə, 190 ilə kimsə dururdu. Sən gəlib ona deyirdin ki, buradan gəncliyə neçəyə apararsan? O deyirdi, nə bilim, 10 manat. O birisinə gəldin 8 manat apararsan, o deyirdi yaxşı otur aparaq, nə bilim. Bu artıq belə o kurslar üsulla başladı fəaliyyətə. Sonra ilk olaraq 189 taksi xidməti bazara gəldi və bazarın liderinə çevrildi. Ənənəvi o telefonla zənglər arasında. 91, Dalınca 11. Omega taksi gəldi, Maxim gəldi. Yəni zənglər də çox tez oturdu. Niyə? Çünki rahatçılıq var idi. Zəng eləyirdin, bilirdin neçəyə gedirsən. Taksi də artıq gün ərzində 3 dənə müştəri yox, günə 10 dənə müştəri daşıyırdı. Yəni burada bu bazar başladı inkişaf etməyə, amma paralel üçüncü tərəf meydana gəldi. Avtomobil olmayan insanlara avtopark yaradaraq, eksklüziv taksi xidməti göstərən şirkətlə müqavilə bağlayaraq sahibkarlar meydana gəldilər. Bunlar təbii ki, başladılar öz yağ dəyişmə mərkəzlərinə danışmağa, öz ehtiyat hissələrini düşünməyə və ona görə başladılar eyni markalı avtomobil gətirməyə. Bunlardan da ən kütləvisi Prius dövrü oldu ki, Priusları kütləvi gətirdilər, akkumulyatorlarını gətirirdilər, ehtiyat hissələrini gətirirdilər və Priusları elə bir həddə çatdırdılar ki, onların ehtiyat hissələri bəlkə də Sovet avtomobillərindən daha əl çatan oldu, daha ucuz oldu. Sadəcə burada birdən-birə göründü ki, sahibkarlar
çoxlu pul qazanırlar və paralel artıq zənglə telefonu mobil əplər əvəz etdi. Yaxşı, bəs bu taksi şirkətlərinin məsələn bu 20-25% komissiya Yox, alması elə ona gəlirəm də, ədalətlidir? bəs ona gəlirəm. Ona Ədalətlidir gəlirəm. səncə bu? Yox, əvvəlcə bu 189 zənglilər 10% alırdılar hardasa. Bax bu 10%-la bu iş başladı. Sonra bu iri qlobal Yandex olsun, Yango eyni şirkətdir. Uber olsun, Bolt olsun. Bunlar gələndə başladılar insanları şirnikləndirməyə. Çünki bunlar iri dünya miqyaslı şirkətlərdir. Bunlar başladılar bonus verməyə. Taksi sürücüləri şirnikləndi. Hə, sənin maşınının üstünə taksi firmasının adını vuracağam, buna görə sənə həftəlik pul verəcəm. Hər 20 müştəri, yəni həftə ərzində bu qədər plan versəm, bu qədər pul verəcəm. Şirnikləndirdilər. Digər taksilər, ənənəvi o zənglə çağıranlar, məhəllədə duran Tofiq, Rafiq dayılar, onlar hamısı yoxa çıxdılar. Bunlar yoxa çıxması nəticəsində bunlar bazarın monopolçusuna çevrildilər də. Yəni rəsmi olaraq monopoliya yoxdur, amma digərlərinə qalib gələrək texnoloji monopoliyadır bu. Yəni bu hansı bir sözləşmə nəticəsində monopoliya deyil, texnoloji qələbə deyək. Çünki burada inhisarçılıq da biraz düzgün çıxmazdı. Çünki burada texnoloji bir üst qat oldu. Çünki insan əgər səs-küylü yerdə oturubsa və telefonla danışmaq istəmirsə, elə buradan ekranı tıklayır, A nöqtəsindən B nöqtəsinə gedirəm, bu qədər gedir, komfortdur, nədir? Kartdan da pul çıxır. Yəni bu sənə nə rahatçılıq verdi? Əvvəl 5 manat 20 qəpiklik yola sən 6 manat verirdin, kəramətin sözü olmasın, 80 qəpiyi qaytarmırdı, 5 manat verirdin, 20 qəpiyi gözləyirdi. Yəni bu hər dəfə sən gündə bir 4 dəfə, 5 dəfə taksiyə minən adam üçün yəni müəyyən bir itki təşkil edirdi. Burada karta bağlandı, rahatçılıqla hər kəs gəldi və bugünkü gün bu taksi şirkətləri artıq 25% götürürlər və taksi sürücüləri burada bu münasibətin qurbanına çevriliblər. Çünki əziyyət çəkən taksi şoförü, maşınlar dağılır, nə bilim benzin vurulur, cərimələr gəlir, parkovka yoxdur və 25% səndən təbii ki bu taksi şirkəti hansı ki yəni heç bəzi halda onun burada iri miqyaslı bir ofisi də yoxdur. Bəlkə hər birinin bir maksimum 10 nəfər işçisi var burada. 25% pul götürürlər. Bu təbii ki böyük faizdir, amma buna rəqabət olaraq da istədilər milli taksi yaratsınlar. Belə yaxın coğrafiyada məsələn Türkiyədə vahid taksi sistemi var. Bu sistem səncə bu model Azərbaycanda nə qədər işləyə bilər və nə qədər uğurlu ola bilər? Əslində yaxın coğrafiya olaraq biz hər hansı bir islahatları bir çox halda digər ölkələrdə görərək tətbiq edirik və son zamanlar bir çox islahatlarımız elə Türkiyədən gəldiyinə görə bu məni bir qədər narahat edir. Çünki Türkiyənin bir çox islahatları kifayət qədər qəddardır. Mənim istehlakçı olaraq subyektiv fikrimdir. Elementar telefonların qeydiyyata keçməsi, mobil internetin kifayət qədər bahalı olması və taksi qiymətlərinin əlçatmaz olması, avtomobil rüsumları falan. Yəni Türk modeli istehlakçı tərəfində deyil. Sadəcə budur. Türkiyədə bu dəqiqə ətin qiymətinin əlçatmaz olması, yəni 1 kilo dana əti bəzi yerdə 50 manat, 60 manata çatır. Amma yenə gəlirik taksiyə. Taksinin qiymətinin yüksək olması Türkiyədə tarixən qurulmuş nömrə monopoliyasının sayəsindədir. Orada bildiyiniz kimi müəyyən nömrələr var. İstanbul taksisi var. Son məlumata görə orada hətta nömrənin bir dənəsinin qiyməti 200 min dollara gəlib çatır. Və İstanbul taksisinin dövriyyəsi bəlkə bir maşın 1000 dollardan çox dövriyyə edir və 20 milyonluq şəhərdə hansına ki gün ərzində də bir 5-10 milyon adam gəlir ora, nə bilim, ya turist kimi, ya nə bilim hansısa bir işlə əlaqədar çox böyük bir megapolisdir. O modeli biz tətbiq eləməyimiz ola bilər ki, bizi artıq taksidən uzaqlaşdırsın və taksi də tədricən bizdə bir əlçatmaz nəqliyyata çevrilsin. Azərbaycanda 40%-dan çox insan taksidən ictimai nəqliyyat kimi istifadə edir. Bu çox böyük bir statistikadır. Bunun bir neçə səbəbi var. Birinci əlçatanlıqdır. Əgər Azərbaycanda A nöqtəsindən B nöqtəsinə minimal səfər 15 manat olsa, bu 41%, dəqiq unutmuşam, 40%-dan çox idi. Yəni bu çox böyük bir rəqəm idi. Bu sayda insanlar əgər taksinin
bir gedişatı Türkiyədəki kimi nömrə monopoliyası, lisenziya, sertifikatlar, nə bilim, hər hansı bir ayrıca bir qeydiyyatdan keçmiş şirkətə məxsus olan maşınların mümkünlüyü və ya müəyyən standartların təyin olunması ona gətirsə ki, məsələn, əvvəllər aeroporta biz gedirdik 8 manata, 10 manata, bu yaxınlarda mən 3 gün bundan qabaq gəlmişəm 22 manata. Yəni, eyni yolu sadəcə nəzarət olduğuna görə daha çox ödəniş elədim və əgər əvvəllər mənə deyirdilərsə ki, gəlim səni qarşılayayım, deyirdim, yox, neynirsən? İndi deyirəm, gəl qarşıla, yaxşı, gəl qarşıla. Başa düşürsən, yəni insanlar da əgər bu bir səfər 10-15 manat olacaqsa, artıq 800 manata ibtidai sinif müəlliməsi işləyən xanım istəsə də ondan getməyəcək. O artıq fikirləşəcək ki, Türkiyədəki kimi, gəl mən buradakı evimi kiraya verim, gedim məktəbin yanında bir dənə kiraya ev götürüm ki, məsafə azalsın. Yəni, indi ola bilər ki, bəlkə də nəzər, yəni, baxsaq ki, şəhər megapolisə çevrilir, bəlkə də sistemli şəkildə bu düşünülür ki, İnsanlar taksidən az istifadə edərək bu da bir tıxacı hardasa azaldacaq. Bunun üçün məncə yol necə ola bilər? Məsələn, tələbə kartları, müəllim kartları, həkim kartları var. Ola bilər ki, məsələn, sənin xəbərin var statistikada. Azərbaycanda ictimai nəqliyyat dünyada ən ucuz ictimai nəqliyyatdan biridir. Söhbət taksidən getmir. Avtobus, metro bizdə çox əl çatandır. Sən Avropada, Fransada 6 avro verib metroya düşürsən. İndi deyəcəksən ki, Fransada qazanc nə qədərdir? Fransada minimal əmək haqqı 1750 avrodur. Bizdə minimal əmək haqqı 400 manatdır. Amma buna rağmen fərqləndirsək əmək haqqını, bizdə nəqliyyat dünyada reytinqə görə ən ucuz nəqliyyat vasitələrinin birindəndir. Yəni bizdə çox ucuzdur və çox əl çatandır. Ona görə oradan götür hələ bir endirim elə. Onda bunlar ziyana işləyəcəklər də. Bakubas ziyana işləyəcək. Bakı metropoliteni onsuz da ziyana işləyir. Datat ziyana işləyir. Sən hələ oradan endirim də istəyirsən, onda nə oldu da dövlət neynəsin? Bir də bu taksi qiymətlərinin məhz müştəri taksi münasibətlərinə təsirinə değinmək istəyirəm ki, məsələn, bir çox məqamda taksiyə məsələn minirsən, artıq sürücü oturdu, sən, yəni müştəri oturduğundan bəri artıq başlayır deyinməyə, gileylənir ki, məsələn, qiymətlər çox ucuzdur, koeffisient çox aşağı idi. Mən bu yol bu qiymətə getmək istəmirəm. Yəni belə deyim, davamlı şikayətlənir. Minnət qoyur sənə. Davamlı minnət qoyur. Ümumi belə deyim də geniş çərçivədə götürəndə məsələn sənin öz müşahidələrə əsasən səncə çox vaxt müştərilər haqlı olur yoxsa taksi sürücüləri? İndi burada problem varsa 2 nəfər də günahkardır. Burada individualdır. Müştəri var ki, 5 manatlıq yol gedir. Oturub xırdalanda həyət evində, dalanlarda. Deyir, oradan gəl bura, buradan gəl bura. Bu taksiz bunun 5 manada aparıb 20 yanvarda avtovağzalda düşürəcək. Bu bundan elə bil ki, şəxsi sürücüsü kimi davranır. Mən ona razıyam, həqiqətən razıyam. Və burada təbii ki, taksistə qıcıq yaranır. İkinci tərəfdən də mən məsələn müştəri olaraq Priuslardan sonra nə bilim Priuslar yığışdırıldı, BYD-lər gəldi, lisenziya oldu, sertifikat oldu, nə bilim o oldu, bu oldu. Mən qiymətin artımını hiss etdim müştəri olaraq. Amma xidmətin artımını bu qiymətin artımına proporsional hiss etmədim. Çünki yuxarı aşağı mən eyni xidməti alıram. Taksilər daha gec gəlməyə başladı. Çünki əvvəl 70 min dənə maşın var idisə, indi 30 min dənə maşın var. Mənim gözləmə müddətim artdı, komfortum pozuldu, ödəyəcəyim qiymət artdı. Amma arada da görsənən odur ki, taksistləri də qınamaq olmur. Çünki avtobus zolağına çıxa bilmir, bu nəqliyyatdır. Parkovkası yoxdur, düşürür 80 manat 2 bal. Bu 25% da verir, avtomatik olaraq fikirləşir ki, mənim başqa çıxış yolum yoxdur. Heç kəs bu dəqiqə zövqdən taksidə işləmir. Mənim Ukraynada bir dostum var idi, onun 2 dənə restoranı var idi. Good Chef, Black Chef. Çox maraqlı, kreativ bir restoranlar idi. Çünki Good Chefdə restoranın yiyəsi bir gün ofisant işləyir, bir gün dastavşik işləyir, bir gün power işləyir. Bu şef o qədər yaxşıdır ki, sən restorana gəldikdə restoranın yiyəsini hər gün bir işdə görə bilirsən. Bu Good Chef restoranı idi. Bad Chef restoranında bu ancaq axşam gəlib qalyan çəkirdi, nə bilim, orada mətbəx yox idi, ancaq kokteyllər falan. Yəni çox kreativ bir restoran açmışdı. Axşamlar deyir İdris, işdən yorulanda çıxıb bahalı Audisi var idi. Business classda deyir taksi işləyib. Sadəcə insanlarla tanınmayan insanlarla ünsiyyət qurmaq istəyirdim də. Yəni zövqdən də taksi işləyən insanları görmüşəm, amma indi taksi mühiti elədi ki, mən inanmıram ki, kimsə taksi işləyərək zövq alsın. İnandırım ki, hər hansı bir iş təklifi olsa, maşını qaraja təhvil verər, lisenziyasından sağollaşar və taksi işi ilə ömürlük vidalaşar. Bunu nəyə bağlıysan? Məsələn, son vaxtlarda həqiqətən də
son elə 5 ildə məncə kifayət qədər taksi sürücülərinin sayında artım oldu. Yox, əksinə azaldı. Yox. Bu lisenziya olandan sonra 70 mindən 30 minə düşdü. Onu deyim, bu lisenziya sertifikatlaşmadan əvvəlki dönəm deyirəm. Və həmin dönəmdə ümumiyyətlə səncə məsələn taksi sürücüsü hansısa bir psixoloji, narkoloji, yəni bu kimi testlərdən keçirilib sonra taksi sürücüsü statusu verilməlidir, yoxsa elə hər məsələn nə qədər adam tanıyırsan ki, məsələn, başqasının nömrəsinə qeydiyyatdan keçir, işləyir, baxırsan ki, məsələn, sifariş verirsən, baxırsan ki, başqa bir avtomobil gəldi və yaxud da başqa bir şəxsdir və dediyim kimi məsələn regionlarda da işsizliyi nəzərə alaraqdan çox adam axın edir Bakıya və Bakıya gələn kimi də direkt taksini sürüb əsas məsələ gündəlik bizon pulumu, siqaret pulumu, nə bilim, çörək pulumu çıxardacaq. Hardasa və belə yaşayırlar və bu səncə taksinin bax sayının artmasına səbəb kimi gətirə bilərik bunu. Və taksi sürücülərinə hansı belə deyim, restriction, hansı qadağalar qoyulsa və hansı nəzarət olunsa. Qadağa heç bir inkişaf gətirmir. Əgər bu insan narkotik maddələrdən asılılığı varsa, bu cəmiyyətdə də onsuz da təhlükədir. Cəmiyyətdə təhlükə başqa bir də avtomobil idarə edir. Yəni avtomobildə sənin qəza yaşama ehtimalın daha çoxdur. Nəinki məsələn gəzəndə. Prosta piyada gəzirsən. Bildim. İndi burada sənin sualın məğzi nədədir? Taksiyə necə yenə nəzarət istəyirsən? Ucu taksidə elə bir vəziyyətdir ki, nazarata nazarat var. Taksist işləmək üçün elə bil BP-yə işə düzəlirsən. Bu boyda papkada kağız yığır. Vaxtı ikən hansısa Tofiq dayı, hansı ki başında aerodrom var idi, məhəllədə dururdu, tündə şahmıtı da qoyurdu başına ki 1-2 saat taksavatlıq eləyib evə gələcəm. O Tofiq dayının evolyusiyası ona gəlib çatıb ki, bu gedib analizlər verir, elektron imza alır, nə bilim vöyn alır, lisenziya verir, imtahan keçir və nəticədə gəlir taksi şoförü işləyir, 5 manat adam aparır, onu da 25%-ni xarici şirkət aparır. Sertifikasiya lisenziyalaşma işləyir deyirsən? İşləyir, amma nəticə etibarilə müştəri olaraq mənim taksi gözləmə müddətim artıb, yenə də mən taksiyə otururam, görürəm ki, orada meyxanaya qulaq asır. Ya maşına oturursan maşında. Yəni mən o qiymətin artımının qarşılığında yenə deyirəm, keyfiyyətin artımını o qədər də hiss etmədim. Yalnız maşınlar təzələndi. O maşının təzələnməsi də sahibkarın belinə düşən yük oldu.